Salam. Gəlin biologiyada hüceyrənin qeyri-üzvü və üzvü tərkibi biopolimerlər mövzusundan 111-ci məsələnin həllinə baxaq. Bizə deyir, DNT molekulunda nukleotidlərin ümumi sayı 3500-dür. Əgər sayca guanin plus sitozin bölünsün timin plus adenin nisbəti 3:2 olarsa, bu DNT molekulunda sitozinli nukleotidlərin sayı nə qədərdir? Gəlin baxaq. Bizə verib ki, guanin və sitozində 2 nisbət. Onu da biz belə yazaq. Guanin və sitozin. Guanin və sitozin arasında 3 qat hidrogen rabitəsi var və nisbəti 2 verib. Ona görə 2 nisbətdə guanin sitozin yazacağıq. Sonra timin və adeninin nisbətini isə 3 verib. Timin və adenin arasında 2 qat rabitə var. 2 qat hidrogen rabitəsi var. 3 nisbətdə yazacağıq. Bəli. Gəlin baxaq. Ümumilikdə görək neçə nukleotidimiz oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 nukleotidimizdə. Görək neçə sitozin var? 2 sitozin var. Bəs 3500 nukleotiddə neçə sitozin olar? X qədər. Bunu da həll etdikdə x-i biz 700 taparıq. Deməli, 700 ədəd sitozinli nukleotidimiz var. Cavabımız da olar D variantı 700.